nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan digər nasazlıqları qanundakı maddələrə istinad edərək öyrənək. Şüşə qızdıran soyuq və rütubətli havada şüşələrin tərləməsinin və donmasının qarşısını alır. Şüşə qızdıran şüşəni elektriklə qızdırır. Şüşə qızdıran əsasən arxa, bəzənsə ön şüşənin buzunu və buxarını aradan qaldırmaq üçün istifadə olunur. Arxa şüşənin üzərində nazik elektrik xətləri, bəzi hallarda isə şüşənin daxilində istilik pərdəsi yerləşdirilir. Şüşə qızdıranı işə saldıqda bu xətlər və ya pərdə qızır və şüşəni isidir. Nəticədə buz əriyir, buxar yox olur və görünüş yaxşılaşır. Əgər avtomobilin ön şüşəsi donursa, şüşəyə zərər verməmək üçün buzları sərt əşya ilə qaşımaq olmaz. Mühərriki işə salıb qızdırıcını və ya ön şüşə əriticisini yandırıb isti havanı birbaşa ön şüşəyə yönəltmək lazımdır. Şüşə qızdıranın nasazlıqlarının əsas səbəbləri elektrik xətlərinin qırılması, qoruyucunun yanması, relay və ya açarın sıradan çıxması, naqillərdə kontaktın zəifləməsi, həmçinin şüşə üzərindəki qızdırıcı elementlərin zədələnməsidir. Hava üfürən, yəni ventilyasiya sistemi avtomobilin salonuna isti və ya soyuq hava üfürür. Hava üfürən əsasən ön şüşənin təmizlənməsi və salonun iqlimi üçün istifadə olunur. Bu sistem mühərrikin istiliyi hesabına qışda havanı ventilyator vasitəsilə şüşələrə və salona yönləndirir. Hava üfürən kondisioner sistemi ilə birlikdə işləyərək yayda sərin hava da verə bilir. Hava üfürənin nasazlıqlarının əsas səbəbləri elektrik mühərrikinin sıradan çıxması, qoruyucunun yanması, açarın və ya releylərin nasaz olması, naqillərdə kontakt probleminin yaranması, həmçinin hava filtrinin və ventilyasiya kanallarının tutulmasıdır. Qaydada ilin mövsümü şəraitlərindən asılı olaraq ifadəsinin yazılmasının səbəbi odur ki, şüşə qızdıran və hava üfürən qurğulara soyuq, yağışlı və rütubətli havalarda ehtiyac yaranır. Taxoqraf nəqliyyat vasitəsinin hərəkət sürətini, qət etdiyi məsafəni, sürücünün iş və istirahət vaxtını, eləcə də dayanma və hərəkət müddətlərini avtomatik qeydə alan və bu göstəricilərə müntəzəm nəzarət edən bort monitorinq cihazıdır. Yol hərəkəti haqqında qanunda beynəlxalq sərnişin daşımalarında iştirak edən avtobuslarda və yük daşımalarını həyata keçirən yük avtomobillərinin kabinəsində mütləq taxoqrafın quraşdırılması və taxoqraflara nəzarət qaydaları göstərilib. Taxoqrafın quraşdırılmasında əsas məqsəd sürücülərin normadan artıq işləməməsi üçün iş rejiminə nəzarət etmək və qanunvericiliyin digər tələblərinə əməl olunmasını təmin etməkdir. Taxoqrafda lazımi məlumatlar qeyd edilərək şifrələnir və sürücü kartında cihazın yaddaşında saxlanılmaqla saxtakarlığın qarşısı alınır. Azərbaycanda taxoqrafın yoxlanması və texniki baxışı barədə şəhadətnamə qısa şəkildə ayna adlandırılan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən lisenziyalaşdırılmış texniki xidmət mərkəzləri tərəfindən həyata keçirilir. Bu mərkəzlər taxoqrafı yoxladıqdan sonra cihazı plomblayır, üzərinə rəsmi möhür vurur və kalibrlənməsi barədə şəhadətnamə verir. Bu agentlik yollarda və terminal logistika mərkəzlərində keçirdiyi reydlər zamanı nəqliyyat vasitələrinin taxoqraf cihazlarının sazlığını, möhürlərinin bütövlüyünü və məlumatların düzgün yazılması barədə taxoqraf göstəricilərini yoxlayır. Taxoqrafın yoxlanmasına dair müvafiq möhür vurulmadıqda, yoxlanması haqda şəhadətnamə olmadığı halda, yaxud yoxlanma müddəti bitdikdə və ya plomblanması pozulduqda, agentlik qanunvericiliyə uyğun olaraq müvafiq inzibati tədbirlər görür. Göstərilən nasazlıqlar aşkar edildikdə,
Həmçinin taxoqraf tamamilə və ya onun hər hansı funksiyası işləmədikdə nasazlıq aradan qaldırılır. Arxa mühafizə qurğusu qəza zamanı arxadan gələn nəqliyyat vasitələrinin, xüsusilə də minik avtomobillərinin yük avtomobilinin altına girməsinin qarşısını alır. Bu isə yol nəqliyyat hadisələrinin fəsadlarını yüngülləşdirir və ağır insan xəsarətləri riskini minimuma endirir. Soldakı yük avtomobilində arxa mühafizə qurğusu olsa da, sağdakı yük avtomobilində arxa mühafizə qurğusunun olmaması nasazlıq hesab edilir və bu yük avtomobilinin istismarı qadağandır. Palçıqdan qoruyan fartuq və brızqaviklər olmadıqda, yağışlı havalarda hərəkət zamanı təkərlərdən sıçrayan su, palçıq, daş və digər xırda hissəciklər arxadakı nəqliyyat vasitələrinin və piyadaların üzərinə düşərək onları çirkləndirir, həmçinin onlar üçün narahatlıq yaradır. Bundan başqa şüşəyə dəyən daşlar yol nəqliyyat hadisəsinə də səbəb ola bilər. Sağdakı yük avtomobilində palçıqdan qoruyan önlük və qoruyucu olsa da, soldakı yük avtomobilində palçıqdan qoruyan önlük və qoruyucunun olmaması nasazlıq hesab edilir və bu yük avtomobilinin istismarı qadağandır. Təkərlərdən qalxan çirk və daşlar kuzovun arxa hissəsinə dəydikdə korroziya prosesini sürətləndirir və texniki hissələrin daha tez sıradan çıxmasına səbəb olur. İlk növbədə ilişmə dartqı, qoşqu və gedəkçi nəqliyyat vasitəsi anlayışlarını bilmək lazımdır. Qoşqu mexaniki nəqliyyat vasitəsi ilə gedəyə alınmaq üçün nəzərdə tutulan boş kütləsi və yükünün kütləsi özünün üstünə düşən nəqliyyat vasitəsidir. Gedəkçi nəqliyyat vasitəsi qoşqunu və ya yarım qoşqunu öz arxasınca dartıb aparan nəqliyyat vasitəsidir. İlişmə dartqı qurğusu qoşqunu yedəkçi nəqliyyat vasitəsinə qoşmaq üçündür. Şəkildə göstərilən qoşqu ilişmə dartqı qurğusu ilə yedəkçi avtomobilə qoşulur və hərəkət vaxtı yedəkçi avtomobilin arxasınca dartılır. Soldakı şəkildə ilişmə qurğulu qoşqu, sağdakı şəkildə isə ilişmə dartqı qurğusu ilə qoşqunun yedəkçi avtomobilə qoşulması göstərilib. Şəkildə gördüyünüz qoşqunun ayaqlıqları qoşqu avtomobilə qoşulmadıqda onun ön hissəsini sabit saxlamaq, yükləmə və boşaltma zamanı qoşqunun aşmasının qarşısını almaq üçündür. Hərəkət zamanı bu ayaqlıqlar ya yuxarı qatlanır, ya da yuxarı doğru yığılaraq xüsusi mexanizmlə kilitlənir. Bu şəkildə yedəkçi avtomobilə qoşularaq dartılıb aparılan qoşqu göstərilib. Yarım qoşqu avtomobillərə birləşdirilmək üçün nəzərdə tutulan bir hissəsi avtomobilə söykənərək özünün və yükünün kütləsinin xeyli hissəsini onun üstünə salan hər hansı qoşqudur. Şəkildə özünün və yükünün kütləsinin xeyli hissəsi yedəkçi avtomobilin üzərinə düşən yarım qoşqu göstərilib. İlişmə dayaq qurğusu yarım qoşqunu yəhərli yedəkçi nəqliyyat vasitəsinə qoşmaq üçündür. Şəkildə yəhərli yedəkçi avtomobil göstərilib. Yarım qoşqu yedəkçi avtomobilə ilişmə dayaq qurğusu vasitəsilə birləşdirilərkən yarım qoşqunun mərkəzi metal sancağı yəhərin içindəki kilit mexanizminə salınaraq avtomatik kilitlənir. Soldakı şəkildə yarım qoşqu, ortadakı şəkildə yarım qoşqunu birləşdirib dartmaq üçün yəhər olan yedəkçi avtomobil, sağdakı şəkildə isə yedəkçi avtomobilə qoşulan yarım qoşqu göstərilib. Qoşqularda olan sığorta trosları və ya zəncirlər təhlükəsizlik məqsədi daşıyır. Sığorta trosları və ya zəncirləri qoşqu avtomobilin birləşdirici qurğusundan təsadüfən ayrıldıqda onun yolda sərbəst və nəzarətsiz hərəkət etməsinin qarşısını alır. Solda və ortadakı şəkildə sığorta zəncirləri, sağdakı şəkildə isə sığorta trosları göstərilir. Belə halda qoşqu avtomobildən tam qopub uzağa getmir. Yol nəqliyyat hadisəsi riski azalır. Qoşqu müəyyən qədər idarə olunan vəziyyətdə qalır.
Bəzi qoşqular qopanda əyləc avtomatik aktivləşir. Yedəkçi dartıcı avtomobili qoşqu və yarım qoşqulara birləşdirən ilişmə dartqı və ilişmə dayaq qurğuları nasaz olduqda, həmçinin onların konstruksiyalarında nəzərdə tutulmuş sığorta trosları və ya zəncirləri olmadıqda və ya yararsız olduqda nasazlıq aradan qaldırılmadan onların istismarı qadağan edilir. Motosikletin çərçivəsi ilə yan qoşqunun çərçivəsi birləşən yerdə lüft, yəni boşluq olduqda nəqliyyat vasitəsinin istismarı qadağan edilir. Bu birləşmə yerində boşluq adətən mexaniki aşınma, birləşdirici elementlərin, bolt, qayka və s.'nin boşalması və ya konstruktiv uyğunsuzluq nəticəsində meydana çıxır. Əgər bu birləşmə nöqtəsində lüft normadan artıqdırsa, hərəkət zamanı vibrasiya artır, idarəetmə sabitliyi zəifləyir və xüsusilə də dönmə zamanı təhlükə yaranır. Sonda isə bu idarəetmənin itirilməsinə və qoşqunun ayrılmasına səbəb ola bilər. Motosiklet çərçivəsi ilə qoşqu arasındakı lüft aşkar edilərsə, bütün yivli birləşmələr sıxılmalı və boltların, dayaqların vəziyyəti yoxlanılmalıdır. Öyrəndiyiniz yol hərəkəti qaydalarına yollarda əməl edin. Videonu paylaşın ki, daha çox sürücü yol hərəkəti qaydalarını mükəmməl bilsin. Yollarda təhlükəsizlik tək sizdən yox, bütün sürücülərdən asılıdır. Videoya baxdıqdan sonra rəylərinizi də yazmağı unutmayın. Şərhləriniz və rəyləriniz müəllif üçün dəyərlidir.